Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bura Xaçmaz rayonu Kiləgir kəndidir. Deməli, mənim şikayətim Azərişıqadır. Deməli, keçən ildən bu günə qədər dəfələrlə müraciət etsəm də heç bir əhəmiyyət kəsb eləməyib. Gördüyünüz kimi mənim işıq xəttimdir, məhəlləmə gedən, yaşadığım məhəlləyə gedən işıq xətti görün hansı vəziyyətdədir. İndi sizi tam şəkildə göstərəcəm. Buyurun. Mən dəfələrlə ərzəli sürətdə qəbuluna da getmişik, zəng diləmişik, amma heç bir təsir yoxdur. Bax, ərizə yazmışıq ki, bəs işıqlarımız qəzalı vəziyyətdədir. Bu uşaq keçir, böyük keçir. Yəni tok vurmaq ehtimalı çoxdur. Yəni bir neçə dəfə də məhv uşağın tok vurub, mənim özümü tok vurub. Belə peçimizin iti bir tok vurub öldürüb qalmışdı burada. Gəldilər, baxdılar, heç bir şey. Gəlib düzəltəcək deyib çıxıb gedirlər. Baxın hansı vəziyyətdədir bax bura. Kolların içindədir. Ötən ayın dekabr ayının əvvəlləridir yoxsa ortalarıydı səhv etmirəmsə. Müraciət elədik. Dedi ki, siz təmizləyin, qoyun. Gəlib özümüz bir tədbir görəcəyik, şalbanı batırıb çəkəcək. Amma hələ də bir irəliləyiş yoxdur. Zakir müəllim var. Xaçmaz rayonu Qəza şöbəsinin rəisidir, Azərişığın. Ona da zəng olunub dəfələrlə, mənə telefonlarıma cavab vermir. Telefonlarımı açmır. Görün hansı vəziyyətdir. Əlçatan səviyyədən aşağıdır. Kabel xəttləri yeri deyir. İşıq dirəkləri əyilib. İstismar müddətini bitirib. Müraciət olunub ki, 4 dənə, 3 dənə, 5 dənəyə gücü çatır, şalban getirin, işıq dirəyi getirin. Yer bir yerdən bastırılsın. Görün, məsafəyə görsün, nə qədər məsafə var. Dirəklə dirəyi arasında ən azı bir 50 metr məsafə var burada. Ən azı olmalıdır 25-30 metr. Bax, açmışıq, təmizləmişik. Bax, buraları, bax, gördüyünüz kimi, bax, görün. Çəkirəm tam şəkildə siz üçün, baxın. İşıq xətti görün, haradan, bax, bax, açıqdır vəziyyətdir. Bax, özünüzü tam göstərdim, siz görürsünüz, bax, kabel üstü açıqdır. Hal-hazırda həmən xəttdə bir də tok var. Yaxınlaşsam belə vuracaq. Bax, özümüz quyuları da qazımışıq. Bax, həmən quyuları göstərəcəm sizə. Bir neçəsini. Bax, qazımışıq ki, işıq dirəyə gətirəcəklər bu kişilər bilsin. Xəttimiz dartılacaq, təmir olunacaq. Yəni, dəfələrlə belə vədə verildi. Baxın, bax, baxın. Bu da öcə hazırdır. Yəni, bir neçə günə bu da aşıb gələcək aşağı. Görün hansı vəziyyətdə dayanıb. Bu bizim məhəlləyə gedən kəstirmə yoldur. İndi səhərlər buradan işə gedirik, uşaqlar məktəbə gedir. Bu da özümüz almışıq bu şalbanı. Ki, getirib bastıraq. Dedilər ki, ehtiyac yoxdur, əlini qaldırmayın. Kran gətirəcək, kranı qaldırılacaq, bastırılacaq deyib saxladılar. Baxın, keçmək biraz sapaslıdır buradan. Təhlükəlidir. Baxın, bir neçə yerdən izolyasiya olunmalıdır. Açıqdır kabellər üstü. Nəzarətçiyə məlumat verilib, sahə rəisinə məlumat verilib, xidmət rəisinə deyilib, rəisə deyilib. Hamısı xəbəri var, gəlib amma bir tədbir görən yoxdur. Nəyə görə bilinmir. Zəng eləmişəm, danışmışam, dedi ki, texnikamız yoxdur, nə bilim, işçi qüvvəmiz yoxdur. Hərəsi bir bahanə eləyib, yola verirlər. Xahiş edirəm, buna bir tədbir görülsün. Qalıblar pis vəziyyətdir bizim məhəllə. Bilmirək kimi müraciət edək, kimə deyək həyətimizi. Əməlli başlı qəzalı vəziyyətdədir. Bir neçə manat işıq pulu yaranmağına gəlirlər kesimə. Amma ki, gəlib bu tədbirlər görmürlər. Aradan qaldırmırlar. İşıq pulu üçün yaxşı gəlirlər, amma ki, qəzalı vəziyyətdə olan işıq xəttlərini təmir eləməyə incinirlər. Baxın da, bu qonşumuz deyib, sağ olsun, bura başım yeri deyirdi. Haça həkmələr bastırıb, özü qaldırıb bu yuxarı, sağ olsun, validəy.
Bu Zakir müəllimdir, bilmirəm kimdir, tanımıram. Bir neçə dəfə görüşmüşəm onunla. Hə, dəfələrlə vəd verir mənə. Bax zəng elədim bir neçə dəqiqə bundan əvvəl, yenə də ad boy ver telefonumu açmır mən. Baxın hansı vəziyyətdədir biz işıq xəttimiz. Baxın. Xahiş edirəm buna bir tədbir görülsün ki, bir kimisə uşağın, bir qonşunun uşağın, ya məni özümü və yaxud da kimisə bu bədbəxt eləyəcək bu, kimisə evimi yıxacaq bu işıq xətti. Vallahi pis günü qoyacaq, kimisi bir işıqsız qoyacaq. Bir balaca külək olmanın axadı işıqlarımız sönür. Karotka verib sönür. Tam şəkildə daha çəkdim daha. Özünüz də baxarsınız inşallah Azərişığa, yəni ki bu video bu görüntülər çatacaq. Ümid edirəm ki bir tədbir görərlər. Yəqin ki inanmıram, yenə də inşallah görək də.